Salam, mənim adım Muhammed, soyadım Səfərovdur. 8 yaşım var. Bakı şəhərinin 45 nömrəli məktəbinin 3A sinifinin şagirdiyəm. Bugün sizə Veysel Akkaya'nın yazdığı Mahmud Hüdayi Həzrətlərindən danışmaq istəyirəm. Hüdayi Həzrətləri 1541-ci ildə anadan olmuşdur. Əsl adı Mahmuddur. Sonralar göstərilən hörmət səbəbindən Əziz və Hüdayi ləqəbləri verilmişdir. Atası Rəsulullah Əfəndi onu Sivrihisarda oxutmuşdur. Sonra İstanbula gələrək ali təhsilini başa vurur. Misirdə və Şamda hakimlik edir. Sonra Bursaya gələrək hakimliyə davam edir. Burada Üftade Həzrətləri ilə tanış olur. 3 il onun dərgahında kamil bir insan kimi yetişir. Allah Teala Hüdayi Həzrətlərinə kitabda olmayan bir çox elmi öyrətmişdir. Bu elmə lədun elmi deyilir. Məşhur Xızır əleyhissalamın elmi kimi Hüdayi Həzrətlərinin bir çox kəraməti vardır. Bu kəramətlərdən birini sizə danışmaq istəyirəm. Hüdayi Həzrətləri 7 padşaha şeyxlik etmiş, onlara lazım nəsihətlər verir. Bunlardan biri də Sultan Əhməddir. Məşhur Sultan Əhməd məscidini tikdirir və açılışına çox sevdiyi Hüdayi Həzrətlərini dəvət edir. 1616-cı ilin cümə günü idi. Hüdayi Həzrətləri qayıqla Üsküdardan Sarayburnu'na getməli idi. Dənizdə fırtına olmasına baxmayaraq, qayıqçı dostu onun sözünün üstündə durduğu və hörmət bəslədiyinə görə bu işə razılaşır. Hər tərəfdən fırtına olmağına baxmayaraq, 4 tərəfdən də sakitçilik idi. Bu möcüzəyə qayıqçılar da heyran qalmışdılar. Qayıq sahilə rahat bir şəkildə çatır, məscidin açılışını elan edir və orada ilk xutbəni Hüdayi Həzrətləri oxuyur. Sonra qayıqçılar tərəfindən bu hadisə hər tərəfə yayılır və o gündən o yolun adını Hüdayi yolu adlandırılır. Hüdayi Həzrətləri uzun ömür yaşayır. 1628-ci ildə Üsküdarda vəfat edir. O çox şeirlər yazıb. Bunlardan birini demək istəyirəm. Fani dövlət gərəkməz, dürr-i zinət gərəkməz, haqsız cənnət gərəkməz, mənə Allahım gərək. Sağ olun, salamat qalın.